Deməli, zülalın biosintezindən danışanda deyəcəyik ki, zülallar üzv birləşmələrdir, biopolimerlərdir. Monomerlər, buraya yazaq zülal. Və zülalın monomeri. Bir dəqiqə. Monomeri olacaq amin turşular. Monomerlər amin turşular. Yəni çoxlu amin turşular birləşərək zülal molekulunu əmələ gətirir. Amin turşunun özündən danışanda amin turşular amfoter xassəyə malik olan birləşmələrdir. Yəni bunun həm əsasi hissəsi var, həm də karboksil hissəsi, amin qrupu və karboksil hissəsi var. Amin qrupu nədir? Bax, amin turşu deyirik də. Deməli, N buradan birləşəcək ona. Hidrogenlər NH2, sonra CH və COOH və bu CH da birləşir radikal. Bax, bu amin turşunun bu göstərdiyim hissəsi, bax, bu qədəri. Bunun funksional hissəsidir. Bu funksionaldır. Bu isə radikaldır. Amin turşunun deməli, rabitələrə qoşularkən kütləsini funksional hissədən itirir. Yəni, kütləni funksional hissədən itirir. Radikalın işi isə radikal amin turşuya ad verir. Biz radikalların deməli, nə olduğunu bilərək amin turşunun adını təxmin edə bilirik. Məsələn, radikal əgər hidrogendirsə, məsələn, burada CH bu quruluş, radikalı silək buradan, bir dəqiqə silək. Sildik radikalı mən yazdım bura hidrogen. Bu amin turşunun adı olacaq glisin. Glisin amin turşusu. Bu glisin insan bədənində ən çox sayda olan amin turşudur. Sonra burada əgər radikalın olarsa C3H7 C3H7. Bu artıq olacaq valin. Valin amin turşusu olacaq. Valin. Sizə məsləhətim bunları yadda saxlayın. Çünki bunlar testlərdə qarşınıza çıxan amin turşulardır. Bir 3-4 dənəsinin adlarını belə yazacağım bunlar. Valin. Sonra digər, məsələn, burada bir benzol halqası olarsa əgər, belə bir benzol halqası görürsən burada. Bu benzol halqasını görürsən, bunun adı olacaq triozin. Ya da burada ola bilər, yəni deməli burada olacaq deməli CH bir də SH. Rəqəmləri ola bilsin ki, səhv yazıram. Amma buradan CH2 deyək də. Deməli CH2 SH. Bax, buradakı S sənə artıq bildirir ki, bunun adı sisteindir. Sistein. Bu şəkildə amin turşuların radikalları onu adlandırmaqda bizə kömək edir. Radikal kütlə itirmir rabitəyə qoşularkən, əsas kütlə itirən hissə funksional hissədir. Bir amin turşunun kütləsi, hansı ki, belə deyək də, buraları silək. Sabit qəbul olunur ki, məsələn, normalda əgər sənə vermirsə ki, bu glisindir, alanindir, aspargindir, bu sənə demirsə əgər, sən amin turşunun sərbəst halda kütləsini götürürsən, 128, bax, bu amin turşunun bütövlükdə kütləsi olur sənə 128. Bu 128-in 54-ü radikalındır, 74-ü isə funksional sahənindir. Belə, aktiv sahənindir. Bu şəkildə cəmləyəndə ümumi sərbəst halda atom kütlə vahidinə 128 atom kütlə vahidinə bərabər olur bizim bu amin turşu. İndi gələk bu amin turşular necə birləşərək zülal molekulunu əmələ gətirir. Deməli, amin turşular çəkək bura, məsələn, NH2 CH COOH. Sonra birləşsin. Yenə N H yuxarı qoyaq.
Bir haşı da aşağı qoyaq. C, H, C, O, OH. Yine birleşsin. N, O, OH vesaire. Bu şekilde birleşe gidecek. 3 tanesi polunu versin. Burada da radikalları da biz koyaq. Radikal. 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 Amin turşular birləşərək zülal molekulunu əmələ gətirir. Bax, burada gördüyümüz kimi. Bu birləşmə nəticəsində amin turşular arasında peptid rabitə əmələ gəlir. Yəni, karbonla azot arasında əmələ gələn rabitə olacaq peptid rabitə. Bu peptid rabitələri əmələ gətirmək üçün birinci amin turşu OH-ı digər amin turşunun hidrogeni ilə birləşir, bir mol su əmələ gətirir. Eyni şəkildə yenə bununla bu birləşir. H2O-nu əmələ gətirir. Deməli, amin turşu sayından bir vahid az peptid rabitə əmələ gəlir. Bax, 1, 2, 3 dənə amin turşum var burada. Ondan bir vahid az. Yəni ki, 2 dənə peptid rabitə var. Peptid onda rabitə sayı bərabərdir N-1-ə. Eyni şəkildə suya baxıram ki, suyun sayı nə qədərdir? O da N-1-ə bərabərdir. H2O. Ta ki sənə deyir ki, zülal molekulu 130 amin turşudan təşkil olunubdur. Bu 130 amin turşudan təşkil olubsa, Fidan, neçə dənə peptid rabitə var deməli bu zülalda? N-1 qədər hesablayırıq da mən. Ayso, neçədən olur? 130'dan 1'in çıxır 129. 129. Bəs su nə qədər olur? Su da o qədər olur. Evet, Bəli, su da 129. Əla. Birləşməli şəklində əmələ gələcək. Bu düzdür. Sonra digərinə gələndə suyu dedik, birləşmə. İndi bu amin turşunun özünü biz bütövlükdə öyrəndik ki, bu bütövlükdə 128-dir sərbəst halda. Və bunun 54-dür. Bunu gəl başqa rənglə yazayım ki, qarışmayaydı. Bunu başqa rənglə yazaq. Yaşılla. Deməli, bunun özü bütövlükdə 128-dir. Bu 128-in 54-ü radikaldır. 74-ü isə bizim bu funksional idi. Mən baxıram ki, bunlar peptid rabitəni əmələ gətirərkən, yəni zülal molekulunu əmələ gətirərkən, birinci amin turşu özündən OH verir. OH-ın da kütləsi 17-dir. 16 oksigenin bir dənə də hidrogen. Mən onda 74-dən çıxaram 17. Deyirəm ki, zülal molekulunu əmələ gətirən zülal molekulunu əmələ gətirən birinci amin turşunun kütləsi, amin turşunun funksional hissəsinin kütləsi 50, neçə olur bu? 57-dir. 57'dir. Ümumilikdə amin turşun, bax bu nədir funksional hissə? F yazırım. Ümumilikdə amin turşunun kütləsi isə 57 bu, 54 də bu. Nə edir? 111. Deyirəm ki, zülal molekuluna birləşən amin turşulardan birincinin funksional hissəsi 57, İkisinin birlikdə, yəni funksional və radikalın birlikdə cəmi, yəni amin turşunun öz cəmi isə 111-dir. Sənin hər şey yadından çıxıbsa, bir dənə bu 128-in 54 və 74 olaraq bölündüyün yadda saxlayıb OH-ın kütləsini çıxa bilərsən. İndi gələk bu ortadakı amin turşuya. Bu ortadakı amin turşuda isə başdan hidrogen veribdir, sondan da OH veribdir. Deməli, nə qədər veribdir? 18. 18 qədər kütləsi azalıb. Amma hansı kütləsi? Funksional hissəsi. Onda mən funksional hissəsinə deyərəm bunun 74-dən 18 çıxanda 56. Amin turşunun öz kütləsi isə 128-dən 18 çıxanda 110. 110. Onda bütün zülalda, molekulunda ortada yerləşən bütün amin turşuların kütlələri 110, funksional hissələrinin kütlələri isə 56-dır.
Kənarda yerləşəndə kimdəsən? Rəna, sən denən. Kənarda yerləşənin funksional hissəsinin kütləsi neçəyə bərabər olacaq? O da 56 olur. Niyə? Bir dənə hidrogen veribdi. Bütövlükdə 74 öldü bu. Bəli. Bəli, bu 74-dən birin verib burada. Deməli 73-dür funksiyonalı. Bəs amin turşunun öz kütləsi nə qədər olacaq? Sondakının. 128-dən 73 çıxırıq. Niyə? 73 bunun özündədir. Özündədir. Buradadır. Bax, bura 73-dür. Burada 54'dür. Bura sabitdir. Burada hamısı sabitdir. Burada 54, bura 73, bura nə elədi? Toplayırıq. 7, 127. 127. Ay sağ ol. Ya da deyə bilərsən ki 128-dən biri buradadırsa 127-si qalır da yerdə. Başa düşdün bunu? Anladın nəyə nədən niyə çıxdıq? Bəli, bəli. Bu şəkildə. Burada da indi gəlin buna aid bir məsələ quraq. Tutaq ki, deyək ki 120 dənə amin turşu olsun. 120 dənə amin turşudan ibarət. 120 dənə amin turşudan ibarət. Zolal molekulunun kütləsini tapaq. Kütləsini tap. 120 dənə amin turşunun biri başdadır. 118 ortadadır. Biri də sondadır. Sonda. Bu başlanğıc, bu son. Başdakının kütləsi neçə oldu? 111. Ay, 111. Ortadakıların kütləsi neçə oldu? 54'te 1. 54 ilə 70, 54 ilə 56-ını toplayacaqsın. Amin turşulardan söhbət gedir. 110. 110. Deməli mən 118-i vurmalıyam 110. Çünki ortada 118 dənə amin turşum var mənim. 1 deyil, 2 deyil. 110-a üstünə gələn bunlar. Üstünə gələk. Sondakı amin turşunun kütləsi nə oldu? Birinci çıxırıq təməlim oldu. 127. Buradan cavabı tapıram ki, cavab nə edir? 118 bıraq 110. 118 bıraq 110. Üstə gələk 127. Üstə gələk 111. Hə, 13, 218. Deməli, ümumilikdə zülalın kütləsi 13, 218 atom kütlə vahidi imiş. Müəllim, axırdakı 127 dəyişməz olaraq qalır. Hə, başdakı 111 sabitdir, sondakı 127 sabitdir, elə ortadakılar da sabitdir. Çünki bunlar onsuz da OH-la hidrogen verir də, başqa nə verə biləcək ki? Bir dənə bura bax, bax, söhbət buradan gedir, fikir ver. Birinci özündən OH veribdi. Ortadakılar isə bu tərəfə hidrogen veribdi, o biri tərəfə də OH veribdi. Hə, yəni hamısı sabit bu qiymətdə. Sabit bu qiymətlərdir. Hə, 128 ilə hesablayırsan gedir sabit. Sən orada ekstra bir məsələn radikalın hidrogen, radikalın CH7 olduğunu deməyibsə, sən bu qiymətlərdən hesablamaları aparırsan. Hə, qiymət. Bu qədər. Bu qədər. Buna aid məsələlər çıxacaq, istifadə edərik, işləyərik. Kütləni hesablaya bildik. Zülal molekulunun kütləsini hesabladıq. İndi görək. Bu zülal molekuluna bu amin turşular harda, necə, nə şəkildə birləşir? Birləşməni öyrəndik, necə birləşməsini də öyrənək. Görək, düzmü gedirik? Bunu dedik, 110 atom kütlə vahidində dedik. Hə, amin turşulardan deməli, ümumilikdə bütün canlıların bədənində cəmi 20 növ amin turşu var. 20 növ. 20 növdən artıq amin turşumuz yoxdur. Bütün bədənimiz, zülallarımız, hamısı 20-cə növ amin turşudan təşkil. Buna sehirli amin turşular deyirlər. Yer kürəsində çoxdur amin turşu. Təbiətdə çoxdur amin turşu. Amma insan bədəninin, canlıların bədəninin qurulmasında 20-cə növ amin turşu iştirak edir. Müxtəlif sıralarla, müxtəlif yollarla. Deməli, bu 20 növə də deyirlər sehirli amin turşu. Və bu 20 növün 20-sinin də iştirak elədiyi bir zülal molekulu yoxdur. Amma 19-unun iştirak elədiyi var. Ribonükleaza var. Ribonükleaza. Kitabımızda bizə kütləsi çox böyük olan amin turşuların adını çəkir. Ribonükleaza var, hemoglobin var. Hemoglobin və insulin və albumin. Bu sıranı yadda saxlayın.
Sıranı yadda saxlayın. Bir dəqiqə düzüm getdik albumin insulinin yeri. Deməli, deyir ki, yumurta zulalı 36.000, hemoglobin 60.000, insulin nə qədərdir? İnsulin 57.000. İnsulin daha böyükdür də. Bir dəqiqə. Hə, düz demişik. Bax bu sıra kütlənin, həmişə bunu soruşur bu arada. Heç vaxt kütlənin dəqiqlikdə soruşmur. Kütlənin çoxdan aza doğru düzülməsidir. Çoxdan aza. Mən bunu elə RH kimi yadda saxlayıram sırasıyla. Ribonukleaza, hemoglobin, insulin və albumin zülalları bu şəkildədir. Burada deməli, ribonukleazanın tərkibinə 19 növ amin turşu daxildir. Bax, say demirəm ha, növ deyirəm, növ. Növ başqa bir şeydir, say başqa bir şeydir. Sonra hemoglobinin tərkibinə dəmir daxildir və 4 globuladan ibarətdir. 4 dənə belə globlası var. İnsulinin tərkibinə, insulin deməli uşaqlar, insulin 2 zəncirlidir və bu 2 zəncirinin birində ümumisi 51'dir bunun, 51. 51 dənə deməli amin turşudan ibarətdir. Bu 51 necə bölmüşdür? 21, 30, yox, 27, 34 idi desən. Kitabımızda verilibdi, mənim yadımdan çıxıbdı bu. Biri 21 idi deyəsən, biri 30 idi. Bu şəkildə insulin qurulmuşdur. Yoxsa seyirmi sala bilmədim. Amma toplamı 51'dir və bunların arasında S rabitəsi var. Sizdən soruşa bilər ki, hemoglobin parçalananda daha çox enerji verər, yoxsa insulin? İnsulin 2 zəncirdir, amma hemoglobin 4 dənə belə globulalardan ibarətdir. Təbii ki, hemoglobin parçalananda 2 ara, 4 ara. Deməli, insulin hemoglobin parçalananda daha çox enerji vermiş olacaq. Albumin isə yumurta zülalıdır. Qan zülalının albumini böyükdür. Bu insülin haqqında yazılıbdır kitabda. Yəni, tam yadıma sala bilmirəm. 21-30 olmalıydı ya da 27 neçəsə. 27 olsa o bir-iki neçə olmalıdır. 51-dən 27 çıxanda 4 24 yox 24 deyil. Nəysə, yadıma sala bilmədim. Olur ya arada belə rəqəmlər yadımdan çıxır. Hə, bu belə. Buradan başqa nə qaldı? Məncə başqa heç nə qalmadı. Gələk indi bu zülal molekuluna necə birləşir, necə alınır, onu deyək. Dedik ki, DNT molekulundan, buraya gələk. DNT molekulundan RNT-nin yaranması prosesi var. Buraya yazaq buna RNT. Və bu RNT molekulundan da zülalın yaranması prosesi var. DNT molekulundan məlumat RNT-nin yaranması prosesinə biz deyəcəyik transkripsiya. RNT molekulundan zülal molekulunun yaranmasına biz deyəcəyik transliyasiya. Bilir ki, DNT 2 zəncirlidir. 2 zəncirdən qırılır, bir zəncirli məlumat RNT mənə gəlirdi. Və bu DNT-nin özündə tutaq ki, 4 növ azot əsası və 4 növ nukleotit olurdu. 4 növ azot əsası və 4 növ nukleotit var idi. Nukleotit. Azot əsaslarım hansılar idi? Adenin, timin, sitozin, guanin. Elə nukleotitlər də bunlar idi. Məlumat RNT-yə gəldikdə isə, məlumat RNT-dəki azot əsasları da eyni idi. Amma bir dənə biri artıq idi. O da urasil idi. Timin yox idi, yerinə urasil var idi. Plus 1 deyək bura. Nukleotitlərdən isə, bunun nukleotidi 4-dürsə, burada da 4 növ nukleotit var idi. Buranın demişdik ki, DNT ilə RNT-nin adenini birbirindən fərqli idi. Adenin, urasil, sitozin və guanin. Məlumat RNT-nin zəncirində isə bu 4 növ nukleotit iştirak edirdi. Toplamda transkripsiya zamanı onda, mən deyərəm 5 növ azot əsası. 8 növ nukleotit iştirak edir.
Nukleid iştirak edir. Çünki azot əsasları fərqlənmirdi. Azot əsası başdakı belə bir kvadrat idi. Eyni idi hamısında. Amma nukleotidlər fərqlənirdi. Çünki nukleotidin ribozası var idi. Riboza birində riboza idi, birində dezoksiriboza idi. Ona görə nukleotidlər fərqlənirdi. 8 növ nukleotid orada. Azot əsasları isə 4 növü bildiyimiz adenin, timin, sitozin, guanin, plus da üzərinə bir növdə urasil gəlirdi. Urasil var idi. Amma məlumat RNT-nin özündə də 4 növdə əslində nukleid. Məsələn, məlumat RNT-nin özü də 4 növdür. DNT-nin özü də 4 növ azot əsasıdır. Sadəcə 3-ü bir-birindən oxşardır, biri fərqlidir. Transkripsiyada 5 növ azot əsası, 8 növ nukleid iştirak edir. Deməli, indi DNT-dən məlumat RNT-nin alınması zamanı dedik ki, nukleotidlər iştirak edir transkripsiya prosesində və transkripsiya prosesində su molekulu əmələ gəlirdi. Hansı ki, bir zəncirdən əgər bizə nukleotidin sayını veribsə, deyəcəkdim ki, n-1 qədər su əmələ gəlib. Su. Tutaq ki, DNT-nin bir zəncirində əgər mən tapmışamsa 500 nukleotid, deyəcəm transkripsiyadan əmələ gəlib 499 mol su. Bu belə. Sonra məlumat RNT-yə gəlirdi. Bax, elə bil ki, belə deyək. Məlumat RNT üzərində. Bax, bu DNT-nin nukleotidləri məlumat RNT üzərinə köçürülür. Köçürülərkən kodlar şəklində köçürülür. DNT-də 4 növ azot əsası var və bir amin turşunu 3 dənə triplet kodlaşdırır. Məsələn, AU deməyək, DNT-dən danışırıq. AT tutaq ki, G. Bir amin turşunu artıq bir dənəsi kodlaşdırılmış olacaq. Və yaxud da ki, məsələn, metionin amin turşusudur, metionin. Metionin amin turşusunun kodu AUG-dir. AUG kodu varsa artıq deməli ora metionin birləşəcək. İndi bu, əgər bir dənə amin turşunu 3 dənə nukleotid birləşdirirsə və mənim DNT-mdə də 4 dənə nukleotid varsa, onda bu 4 nukleotid 3-3 birləşərək 64 dənə kod əmələ gətirəcək. Kod. Sonra bu kodlar keçəcək məlumat RNT-yə. Məlumat RNT-də də 4 növ nukleotid var axı. 4 növ nukleotiddən elə 64 ədəddə məlumat RNT-də olanların adı kodondur. 64 dənə də məlumat RNT-də nə əmələ gələcək? Kodon. Amma bu nukleotidlərin startı var, stopu var. Mənim start nukleotidlər deyirəm, tripletlərin. Start tripledim. Olacaq AUG. Və bu metionini kodlaşdıracaq. Bütün onda zülallar metioninlə başlayır. Bir də var stop tripletlərim mənim. Stop kodlarım olacaq. ATS, ATT, AST. Bu kimdə oldu? DNT-də. Bax burada. Buradan 3 dənə stopum var mənim. 3 dənə stop. Bu stopların komplementarı olaraq da kodonları var. Stop kimdə? Bu stop DNT-də idi. Bu stop da olsun DNT-də, bu stop da RNT-də olan olsun. RNT-də də bunun qarşılığı olaraq biz gəlin indi bunun qarşılığını yazaq. Bax, adenin qarşısında nə durur? Urasil. Timinin qarşısında nə durur? Adenin. Sitozinin qarşısında guanin. Komplementarı oldu. Sonra bunun qarşısında, bu stopun qarşısında nə duracaq? Adenin qarşısında yenə urasil. Timinin qarşısında adenin. Bir də adeninin qarşısında yenə urasil. Sitozinin qarşısında guanin, timinin də qarşısında adenin. Nə oldu? UAG, UAA, UGA. Bunlar da deməli RNT-də, məlumat RNT-də olan stoplar idi. Bu da stopda 3 dənədir. Stop. Bu deməli 64 dənə. 3 dənə. Bunlar indi məlumat RNT-yə köçürülməlidir. Bunlara da məlumat RNT-də, nəqliyyat RNT-də köçürülməlidir ki, getsin zülal sintez eləsin. Nəqliyyat RNT-də olanların adı olacaq antikod.
Antikod. Nəqliyyat RNT-də bax bu 3 dənə stop yoxdur. Bunun komplementarı nəqliyyat RNT-də yoxdur. Testimizdə belə sual var. Deyir ki, aşağıda verilən hansı nukleotid nəqliyyat RNT-də olmaz? Buraya yazıram nRNT ki, biləsiniz. nRNT. Buraya yazaq mRNT. Burada yazaq DNT. Ki bilin kimi haradaydı. nRNT-də deyir aşağıda verilənlərdən hansı olmaz? Gəl bunun komplementarını alaq. Urasinin qarşısında adenin, adeninin qarşısında urasil, guaninin də qarşısında sitozin. AUC, urasinin qarşısında yenə adenin, adeninin qarşısında urasil və urasil. AUU və bir də urasilin qarşısında, niyə hamısı urasillə başlayır? Hə, düzdür, hamısı urasillə başlayır, burada hamısı adenin. Demək, urasilin qarşısında adenin, guaninin qarşısında sitozin və adeninin qarşısında urasil. Bax, bu 4 dənə nukleotid mövcud deyil, yoxdur belə bir şey. Nəqliyyat RNT-də olmalıdır. Nəqliyyat RNT-nin də stopları yoxdur. Yəni, bunun qarşılığı burada yoxdur. Ona görə nəqliyyat RNT-də bu 64 dənədən 3-ü yoxdursa, 61 dənə kod var. Hansı ki, bu 4 dənələr birləşib, 4 dənə nukleotidim 3-3 birləşib 64 dənə kod əmələ gətirmişdi. Onlardan artıq antikoda nəqliyyat RNT-yə köçürülərkən 3 dənə stop köçürmür və 61 dənə nəqliyyat RNT-də antikod olmuş, olur. Olmayanlar da buraya yazdıq ki, hansılar olmur. Bu belə. İndi mən əgər almışamsa, deməli, nəqliyyat RNT-nin, bax, bu olsun bir DNT molekulu. DNT molekulu. A, U, G ilə başlasın. S, G, T olsun. Bunun qarşılığında yenə adenin qarşısında timin, urasilin qarşısında A, U, G neymiş? A, T, S. Startla başlayaq. Hə, startın şeyini yazmamışam. Startın bu məlumat RNT-dəki startdır. Məlumat RNT-də. Bunun DNT versiyası da var. DNT versiyası belə olacaq. TAC. Bu TAC-də DNT-də startdır. Sonra başlanğıcdadır yəni. Sonra bura gəlsin. S-in qarşısında G dursun. Burada S dursun. Burada da A dursun. Bu da belə. Deməli, bunun indi bax buradan alınacaq məlumat RNT. Bu uzunluqda bir məlumat RNT. Məlumat RNT-də əvvəl nə olacaq bunun? Bu sıra ilə gedək. A, səhvsəyitimizə edə biləcək. Buradan alınır bir dənə belə bir məlumat RNT. A, U, G, A, U, G, sonra buradan S, G, U alınmalıdır. Yazaq bura. S, G, U. Nəqliyyat RNT-imdir. Gəlir. Ribosom RNT-im bu şəkildə onu gözləyir. Belə. Biraz böyük çəkim edim. Aydın olması üçün. Belə. Bu da ribosom RNT-sidir. Ribosom RNT-si tutub saxlayır bu nəqliyyat RNT-ni. Nəqliyyat RNT-ni və bunu bax bu hissədən keçirir. Bu nəqliyyat hissə ribosomun bu funksional hissəsinə, yəni ortasından keçir. Keçərkən bax bu ribosomun bu keçilən hissəsi adlanacaq. Bax bu hissəsi adlanacaq ribosomun funksional hissəsi. Bax bu funksional hissəyə 2 dənə triplet, elə bax bunlar deyək də, bunlar 2 dənə triplet AUG və SGU. Yəni bunlar şərti də, şərti yəni. Bəlkə başqa tripletlər də ola bilər. 2 dənə triplet, yəni 6 dənə nukleotid yerləşir. Onda
Mənim bir dənə nukleotidimin uzunluğu 0,34 nanometr idi. Kütləsi isə 300 atom kütlə vahidi idi. Bir dənə nukleotidin. Deməli, onda funksional sahənin kütləsini hesaplamaq istəsək biz 6 dənə nukleotid var. Vuraram 300-ə. Deyərəm, funksional sahənin kütləsi olar 18, yəni 1800 atom kütlə vahidi. Buraya yerləşən nukleotidlərin cəmi. Bu şəkildə. Bura dedik, bu ribosoma kənardan yonca yarpağına bənzəyən çoxlu nəqliyyat terintilər daxil olur. Bu şəkildə. Bunu da şahsı olsun belə. Buranı da çəkək bu şəkildə. Buranı da çəkək bu şəkildə. Yonca yarpağı çəkə bilmirəm. Belə. Bunun içində əlbəttə ki, çoxlu sayda da bu amin turşular. Kənarda nəqliyyat terintilər. Bu nəqliyyat terintədir, qırmızı rəng olanlar. Bu nəqliyyat terintilər mühitdə çoxlu saydadır. O mühitdən daxil olurlar bu ribosomun daxilinə. Bir daxil olurlar bax bu hissələrdən. İçəriyə və bunların hər birinin başlarında bu hissələrində kodlar olur. Məsələn, bunun kodu nə olsun? Urasil, adenin, bir də sitozin. Bunda olsun. Sitozinin qarşısında guanin, sitozin, urasilin də qarşısında adenin. Bu da belə. Hər birinin özünün, burada yazaq adenin, tutaq ki, guanin. Hər birinin özünün kodları var. Guanin, sitozin, urasil. Guanin. Hər birinin deməli 3 özlərinin tripletlər, kodlar gətirirlər və bu kodlara uyğun bunların aşağı hissəsində bu şəkildə amin turşular olmuş olur. Bu funksional sahədə nəqliyyat terintidən oxudan kodlara əsasən, bax bu hissədə oxunan kodlara əsasən öz amin turşularını oxuyurlar. Məsələn, bax, gəlir tutaq ki, AGG bu hissəyə, görür ki, buradakı AUG-dir. Uyğunlaşma daxil, uyğunlaşma bu keçir. Əvəzinə gəlir, məsələn, UAC, bəli, AUG-nin komplementarıdır. Uyğunlaşdı, çevrilir, öz amin turşusunu birləşdirir bura. Bu şəkildə ribosomdan artıq amin turşular birləşib zülallar əmələ gətirir. Muncuq formasında zülallar əmələ gətirir. Zülallar əmələ gətirmiş olacaq. Və amin turşu zənciri bu şəkildə yaranır. Öz amin turşusunun nəqliyyat terinti bura verəndən sonra üçün özü də çıxıb gedir sitoplazmaya ki, özünə yeni amin turşu birləşsin. İnsan bədəninə bu arada amin turşular insan bədənində yaranmır. İnsan bədəninə xaricdən daxil olur. Xaricdən insan bədəninə daxil olur. Belə, bir amin turşunu, bax bu bir amin turşunu. Maksimum 6, minimum 1 triplet kodlaşdıra bilər. Bax, UAC, mən bir triplet yazmışam da. Bəlkə də bu, deməli, buraya yazmışam. İndi buna bax, CAU yazmışam. Bu bir tripletdir. Amma bu hər hansısa bir, məsələn, triozinə uyğun gəlirsə, o triozini bundan başqa bir 6 dənə də kodlaşdıra bilər. Bir dənə metionindir ki, metionini bir kodlaşdırır. Qalan hamısını 6-ya qədər triplet bir amin turşunu kodlaşdıra bilər. Ən az da bir dənə triplet bir amin turşunu kodlaşdıra bilər. Bir amin turşunun, bax bu nəqliyyat terintini oxuyub bura birləşdirməsi 5də 1, 6da 1 saniyə çəkir. 6da 1 saniyə çəkir. Ya da belə deyə bilərsiniz ki, 1 saniyədə 5 amin turşu birləşdirir ribosom və yaxud da 1 saniyədə 6 amin turşu birləşdirir. Məsələn, deyir ki, 180 dənə amin turşu zülal zəncirinə neçə saniyədə birləşər? Onda mən deyərəm, maksimum neçə saniyədə deyək. Maksimum neçə saniyədə birləşər. Mən baxıram ki, maksimumdan getmək üçün minimum mədədi götürürəm. 5də 1-i götürürəm. Deyirəm ki, bu 1 saniyədə əgər 5 dənə amin turşu birləşdirirsə, 180 dənə amin turşunu x saniyədə birləşdirir. X də bərabərdir 3 dəfə 15, 36. Deməli 36 saniyədə. Minimum desəydi əgər, deyərdim ki, 6da 1 ilə götürərəm. Yəni maksimum sürətlə çoxalır bu, birləşdirir bu, çox amin turşu birləşdirir. Minimum deyəndə maksimumu götürürsünüz, maksimum deyəndə minimumu götürürsünüz.
Bu hissəni başa düşdünüz siz? Bəli. Nəsə sualınız olsa buradan mənə deyin. Edək. Bu belə. Bir amin turşunun kütləsini bildik. 128 atom kütlə vahidi idi. Bir amin turşunun uzunluğu 0,35 0,37 nanometrdir. Məsələn, sənə deyir ki, 80 dənə amin turşudan ibarət zülalın maksimum uzunluğu nə qədər olar? 80-i vurarsan 0,37 və uzunluğunu bu şəkildə tapmış olarsan. Zülal üçündür bu. Sonra dedik ki, bax bu proses transliyasiya prosesidir. Transliyasiya prosesi amin turşularla bağlıdır. Transkripsiya prosesi nukleotidlərlə bağlıdır. Və sən nukleotidlərlə suyun kütləsini tapa bilərsən. Transliyasiyada isə əsas rolu amin turşular oynayır. Çünki zülallar əmələ gətirir axı. Amin turşular. Sənə amin turşunu verəndə tutaq ki, deyir ki, 100 neçə deyək, asan rəqəm deyək, 200 deyək. 200 dənə amin turşudan ibarət. Zülal molekulunun sintez zamanı transkripsiyadan və transliyasiyadan əmələ gələn suyun kütlələrini tap. 200 amin turşudursa, transliyasiyada onsuz da amin turşunun özü rol oynayırdı. Deyərəm n-1, yəni 200-dən çıxaram 1-i. Deyərəm ki, transliyasiyada 199 mol su var. Transkripsiyada isə amin turşu rol oynamırdı. Transkripsiyada nukleotid idi. Çünki DNT-dən RNT alınırdı da. DNT-nin RNT-nin arasında nukleotid ancaq ola bilər. Ona görə bu amin turşunun bir amin turşunu 3 dənə nukleotid, yəni bir triplet kodlaşdırdığı üçün 200 vuraram içə, yəni 3n minus 1 düsturu ilə hesablayaram. 200 vuraram içə. Deyərəm 600 dənə nukleotid var. Bu 600 nukleotiddən də 1 çıxaram. Deyərəm 599 mol su əmələ gəlibdir bu transkripsiyadan. Bu şəkildə. Yox, əgər mənə nukleotidi versə, məsələn, desə 1200 nukleotid var. 1200 nukleotid var. Transkripsiya və transliyasiyanı tap. Zülal molekulunda. Nukleotidi veribsə, mən transkripsiyaya çevirməyimə ehtiyac yoxdur. 1200-dən çıxaram 1-i. Deyərəm ki, 1199 dənə su var burada. Transkripsiyada. Amma transliyasiyada nukleotid rol oynamadığı üçün mən bunu bölərəm 1200-ü. Çıxaram 1. Yəni deyərəm ki, bu 1200 nukleotid 3-3 birləşərək mənə 400 dənə amin turşu əmələ gətirər. Bu 400 amin turşudan da bir vahid az 399 mol su əmələ gəlmiş olacaq. Bu şəkildə yadınızda saxlayın ki, transkripsiyanı hesablayarkən nukleotidi, transliyasiyanı hesablayarkən amin turşunu nəzərə alacaqsınız. Bu da zülalın əmələ gəlməsi, transkripsiyası və transliyasiyası. Hə, stopları, startları dedim. İndi orada bir dənə bir şey var. Deməli, bu 64 dənə kod əmələ gəldi. 64 dənə, 4 dənə nukleotidimdən. Məsələn, A, T, bu stopdur. A, U, G, bu startdır. Sonra, məsələn, A, G, S, bu da istənilən bir amin turşunun kodudur. Bu şəkildə tripletlər birləşərək, bunların hərəsi bir amin turşudur da. Amma özü tripletdir. Tripletlər birləşərək amin turşuları əmələ gətirdi. Bu amin turşu yoxdur, vardı bu. Birləşmələr əmələ gətirdi. Bunlar, bax, 64 dənə kodun 16-sı adeninlə başlayır və yaxud da ki, adeninlə bitir. 16-sı timinlə başlayır, söhbət DNT-dən gedir. 16-sı stozinlə başlayır və yaxud da bitir. 16-sı da guaninlə başlayır və ya bitir deyə biləcək. Bu 16-dan da 4-ü adeninlə başlayıb adeninlə bitir. 4-ü adeninlə başlayır, stozinlə bitir. Bax, adeninlə başlayanları yazmışıq da biz bura. Başlayır, stozinlə bitir. Bu da bitənlər olsun.
Bu başlayanlar olsun, bu bitenler. Sonra 4'ü adeninle başlayır, timinle bitir ve 4'ü adeninle başlayır, guaninle bitir. Eyni şekilde bu da. Mesela 4'ü timinle başlayıp timinle bitir. 4'ü timinle başlayır, adeninle bitir. 4'ü timinle başlayır, sitozinle. 4'ü timinle başlayıp guaninle bitir. 4 bu şekilde ayrılır. Hadi başlayanlar ve bitenler bu şekilde öğrenin. Belə yadınızda qalsın. Bir də ola bilər ki, biz DNT molekulunda, məsələn deyir ki, DNT molekulunda yox, zəncirində. Bax, zəncirində desə, deməli molekulun özündə var. Amma deməsə, zəncirdə yox, molekulda desə, onda deməli ümumiyyətlə onun komplementar da molekulda yoxdur. Bax, məsələn deyir ki, DNT molekulunda adenin nukleotidi yoxdur. Adenin nukleotidi yoxsa bunun komplementar olan timin də olmayacaq. Çünki adenin yoxsa timin kimə birləşibdir? Kimdən birləşib? Heç kimlə dostluq edəməz. Getdi. Ümumi molekulda onda 2 dənə azot əsası var. Bu 2 azot əsası tripletlər şəklində birləşib 8 dənə triplet əmələ gətirə bilər. Triplet əmələ gətirə bilər. Triplet sayını da bu şəkildə öyrənmiş olacaqsınız. Bunu verin. Böyle bu da tripletlərin sayı. Bir dənə bu biyokimya qutarsaydıqlara elə yaxşı olardı. Ancaq hesablamadı burada. Deməli, bu zülaldan danışdıq, amin turşudan danışdıq, transkripsiya, translasiya hamısını dedik. Deyirəm, heç nə yadımdan çıxmasın. Amma sonra, dərs qutarandan sonra yadıma düşür ki, nəsə yadımdan çıxdı. Nəysə bunu deməliydim, demədim. Bunu dedim. Orada cədvəl var. Cədvələ baxırsanız, kitabdakı cədvələ və amin turşuları tripletlər şəklində birləşib, amin turşuları nukleotidlərin tripletlər şəklində birləşib, amin turşuları necə əmələ gətirdiyini görə bilərsiniz. Ya da öyrənin o cədvələ oxumağı. Gələn dərs kitabdan açıb göstərərəm. Necə oxumaq olar. Bunu da dedik. Məlumat elenti, nəqliyyat elenti, ribosom elentisi, kütlələrdə dedik, suyu da dedik və salam. Tamam, bu zulal. Zulalın özündən danışanda dedik ki, zulal molekulu, zulalın quruluşu 4 dənə quruluş var. Birincili quruluş, ikincili quruluş və üçüncülü və dördüncülü quruluş. Birincili quruluş xətti quruluşdur. Yəni zulal bax belə bir sadəcə bir dənə nədən ibarətdir? Zulal sapından ibarətdir. Burada da amin turşular var, belə deyək, şariklər formasında. Xətti quruluşdursa, burada ancaq olacaq peptid rabitələr. Peptid rabitə. İkincili quruluş isə burularaq yaranır. Bax, bu xətti quruluş burulur. Bu şəkildə burularaq yaranır. Burularkən bunun yaxın hissələri arasında hidrogen rabitələri alınır. Nukleotidlər bir-birinə yaxınlaşan kimi hidrogen rabitələri alınır. Ona görə ikincili quruluşda biz deyəcəyik ki, ikincili quruluşda həm peptid var, həm də hidrogen. Üçüncülü quruluş isə, bax bu, deməli, burulan spiralın yumaq formasını bu şəkildə alması olacaq üçüncülü quruluş. Yumaq formada. Və bu üçüncülü quruluşun içərisində S rabitəsi əmələ gələcək. Kükürt rabitə. Ona görə deyəcək disulfid rabitəsi. Bir dənə idi, deyəsən o 2 dənə döydü. Kükürt rabitəsi, peptid rabitə və hidrogen rabitəsi var 3-cü quruluşda. Zulal molekulu 3-cü quruluşdan başlayaraq biyoloji aktivlik qazanır. Sonra 4-cü quruluşda özünə ion rabitəsi birləşdirir. Məsələn, biz hemoqlobində dəmiri bilirik. 4 dənə, bax bu globulalar 4 dənə birləşir bunun ətrafında bu şəkildə. 4 globuladan ibarət hemoqlobin əmələ gəlir. Burada nə oldu? İon rabitəsi, kükürt rabitəsi, peptid rabitə, hidrogen rabitə. Burada 4'ü də var. Olmuş olur. Məsələn, kükürt rabitəsi insulində bayaqlarım dedik ki, 2 zəncirdə var. Deməli, insulin 3-cü quruluşdur. Burada deməli renaturasiya var, bir də denaturasiya var. Denaturasiya zamanı
Zülal molekulu başlayır parçalanmağa. Buradan başlayır parçalana gedir yuxarıya doğru. Əgər bu 2-də dayanıbsa parçalaması, onda bu renaturasiyadır. Çünki qaytarıb özünü təzədən bərpa eləyəcək. 4-ə qədər özünü bərpa eləyəcək. Yox, əgər bu parçalana gedibdir, elə biri də parçalayıbsa, bu artıq olur denaturasiya. Yəni, ümumiyyətlə geri dönüşü yoxdur, parçalanmış deyildir. Bunu nə ilə görə bilərik? Bunu, məsələn, saçımızı isti su ilə yuyanda saçımız biraz öləzilir ya da fen tətbiq eləyəndə saçımız biraz qəribə bir forma alır. Bu renaturasiyadır. Çünki düzləşdirirsən, sonra qayıdıb öz əvvəlki formasına qayıdır. Saçımız da zülaldır bu arada. Amma yumurtanı qayğanaq edib pişirəndə o denaturasiya olur. Əvvəlki formasına qayıtmır. Tamamilə peptid rabitələrdə qırılır o zülalın. Əvvəlki formaya qayıda bilən olacaq renaturasiya parçalanma. Əvvəlki formaya qayıda bilməyən olacaq denaturasiya. Və peptid rabitənin qırılması zülalın geri dönüşünün qarşısını alır. Zülal ikincidə quruşa qədər parçalanarsa geri dönüşü əldə edə bilər. Və 4, 3, 2 olaraq parçalanır həmişə. Sondan əvvələ doğru. Bu da belə. Funksiyalarına gələndə inşaat, katalitik, hərəkət, müdafiə, daşıyıcı, siqnal, tənzimləyici funksiya var. Həm zülal, həm karbohidrat, həm də deməli, X deyə burada. Zülal, karbohidrat və lipidin. Ortaq cəhəti, üçünün də ortaq cəhəti olacaq tənzimləyici, yəni hormon əmələ gətirə bilər. Sonra inşaat, yəni hüceyrə divarında və yaxud plazmatik membranda ola bilər. Tənzimləyici inşaat, bir də energetik. Hər üçü də parçalananda enerji verir. Bu 17,6, bu da 17,6, bu da zülal, karbohidrat, yağ yazmamışam buraya, yağ, lipid, lipid deyək. Yağ da parçalananda 38,9 enerji verəcək. Üçünün də ortaq xüsusiyyəti sizdən soruşsa, tənzimləyici, inşaat, energetik. Bunlar olmuş olacaq. Bu qədər. Ümid edirəm hər şeyi dedim. Qalan artıq məsələlərdir. Nümunə məsələlər işləyərkən öyrənəcəyik. Bu bölmədən sözünüz, sualınız mənə, uşaqlar. Heç nə. Yox. Mən test yazaq. Testdə başlayın. Nuklein turşuları və zülalları başlayın yazın. Fotosintezə energetik mübadiləni amma yazmayın. Nuklein turşuları yazıq da. Araşdırır. Nuklein turşularını və zülalları yazın. Fotosintezi və energetik mübadiləni gələn dərslərdə keçəcəm. Yazmayın onları. Yaxşı.